Salam əziz tamaşaçılar. Dünən və sırağa gün şam ağacının toxumlarını əkdiyim yerdən, onlar cücərən yerdən, qara toyuqlar, sərçələr eşərək iki şam ağacının cücərtisini qoparıb aparıblar. Ona görə də bugün toxumları əkdiyim yeri bu qaydada çəpərləmişəm tol şəklində. Əgər sabahda hər hansısa bir cücərti olmasa, deməli cücərtləri ya zəli yeyir, ya başqa bir heyvan yeyir. Əgər siz də şam ağacının toxumlarını və yaxud ümumiyyətlə digər toxumları əkib onları müdafiə eləmək istəsəz, yaxud göyərti əkdiyiniz yeri müdafiə eləmək istəsəz, mütləq və mütləq üstünü bağlayın, çəpərləyin. Bildirmək istədiklərim bu qədər. Sağ olun. Allah amanında.